Salam əziz izləyicilərim. Bugün mən biskvit hazırlayacağım. Yumşaq, qabardıqca qabaran biskvit reseptini sizlərlə də bölüşmək istədim. Videolarımın davamı üçün kanalıma abunə olub, bəyən düyməsini basmağı unutmayın. İndi isə keçək hazırlamasına. 4 yumurtanın ağını sarısından ayırırıq. Ağını 150 qram şəkər tozunu az-az əlavə eləyib, yaxşıca berkənə kimi qarışdırırıq. Qarışdırandan sonra 4 yumurtanın sarısını bir-bir əlavə eləyib, yenə yaxşıca qarışdırırıq. Hamısını bu formada əlavə elədikdən sonra bir başqa qabartma tuzu, bir başqa vanil əlavə eləyib, yenə yaxşı qarışdırırıq. Sonda isə 180 qram unu az-az əlavə eləyib, videoda göründüyü kimi qarışdırıram. Qarışdırandan sonra əvvəlcədən hazırladığım qaba əlavə eləyirəm. Qaba əlavə eləyib, əvvəlcədən qızdırdığım sobada 180 dərəcədə 35-40 dəqiqə bişirirəm. İnanın çox yumşaq, qabardıqca qabaran, çox dadlı biskvit alınır. Bu bir biskvitdən rahatlıqla 3 yerə bölüb tort hazırlaya bilərsiniz. Tortu da hazırlayanda inşallah sizlərlə bölüşəcəm. Videolarımın davamı üçün bəyən düyməsini basmağı unutmayın. Hələlik.